Əziz abituriyentlər, bugün sizlər üçün kimyəvi reaksiyaların təsnifatı, istilik effekti, yama və əmələ gəlmə istiliyinə aid quiz izah edəcəm. 10 sualdan ibarətdir. Gəlin vaxt itirmədən başlayaq. Deməli, bizə birinci sualda verib ki, su A halından keçib B halına, B halından keçib C halına. Deyir, üçüncü proses buxarlanma olarsa, üçüncü proses buxarlanma olarsa deyə qeyd edibdir. Biz birincisi baxırıq. Üçüncü proses nədir? H2O B halından keçib H2O A halına. Bu buxarlanma hadisəsidirsə, deməli B maye deməkdir. B mayedirsə, deməli üstə yazaq maye. Aya keçibsə, bu qaz haldadırsa, bu bərk halda olacaqdır. Buradan bunu tapdıq. Deyir, eksotermik prosesləri müəyyən edin. Eksotermik prosesdə nə idi? İstiliyin ayrılması, yəni müsbət Q olan reaksiyalardır. Müsbət Q isə bərk qazdan mayeyə, mayədən bərkə olan proseslərdir. O da 1 və 2 ilə göstərilir. Cavab birinci sualda C variantı. Keçək ikinci. İkinci sual 4-5 dəfə qəbul imtahanında təkrarlanıb. Hətta 2024-də, bu ildə, 2025-də də qəbul imtahanında oxşarları var. Bu tip testlərdən topluda da var. Mümkün qədər diqqət yetirin. Deməli, bizə veribdir asetilenin, karbon qazın və suyun əmələ gəlmə istilikləri. Aşağıdan da deyir ki, 4,48 litr asetilen yandıqda 260 kilojoule istilik ayrılırsa, suyun əmələ gəlmə istiliyini tapın. Burada ilk öncə nə edirik? Asetileni yandırırıq. C2H2 üstə gəlinsin oksigen. Alınır karbon qazı, üstə gələk H2O. Burada tam yanma reaksiyasını istədiyinə görə biz əmsalları tam şəkildə yazmalıyıq. Bura 1-2 ataram. Suyun oksigen qabağına 5 düşər. Karbon qazın qabağına 4. Suya isə 1-2 atsam düzəlir. İndi mən tənasübdən qurmadan öncə görürəm ki, 2 vurulsun 22,4 litr yandıqda x kilojoule enerji ayrılırsa, 4,48 litrə də 260 kilojoule. Buradan x bərabər də olur 2600 kilojoule. Deməli, mənim reaksiyamda istilik effekti 2600 kilojoule'dur. Biz reaksiyanın istilik effektini, deməli, hər hansısa bir maddənin əmələ gəlməsini tapan zaman, tutaq ki, buna x veriblər. Nə edirik? 2600, yəni reaksiyanın istilik effekti bərabərdir. Karbon qazına veribdir, deməli, 394. 394'ü 4 mol olduğu üçün vururam 4'ə. Üstünə gəlirəm. Suyunki x-dir. Amma 2x olduğuna görə, 2 mol su olduğuna görə 2x. Oksigen bəsit maddədir. Bəsit maddənin əmələ gəlməsi olmur. Asetilen, deməli, çıxmalıyam başlanğıc maddənin əmələ gəlməsinə. Asetilen də -226'dır. Vurmalıyam 2'yə. Çünki burada 2 moldur. Və buradan hesablamanı aparırıq. Sonda alacağıq, deməli, x bərabərdir. Yəni, suyun əmələ gəlmə istiliyi. Olacaqdır müsbət 260. O da A variantına uyğun. Sonra keçək buradan növbəti 3-cü sualımıza. Bizə deyir ki, endotermik prosesləri müəyyən edin. Endotermik nə idi? Mənfi Q-dür, istiliyin udulmasıdır. Məsələn, azot monoksidin parçalanması, NO-nun parçalanması istisnaydır, müsbət Q-dür. Bunu götürmürəm, 1 olan variantlara baxmayacağım. Sonra magnezium karbonatın parçalanmasıdır. Magnezium karbonat. Hər hansı bir parçalanma reaksiyası olduğuna görə istiliyin udması ilə gedir. Bu düzdür. Su buxarının kondensləşməsi. Su buxarının kondensləşməsi, yəni qaz haldan keçib maye hala. Maye hala keçirsə, deməli, burada istilik ayrılır, udulmur. Ona görə bu yanlışdır. Kalium atomundan bir elektronun qoparılması. Elektronu qoparırıqsa, istilik verməliyik biz ona. Yəni, istiliyi udmalıdır. Ona görə 4. Burada cavab olacaq 3-4. C variantına uyğun.
Sonra davam edək, bizə belə bir reaksiyalar veribdi. Bunun həll etmək üçün bu hissəni təmizləyək. Reaksiyada verib 2A üstə gəlinsin B alınır 2C üstə gələk X kilojol istilik. İkinci reaksiyada verib 2C üstə gəlinsin B bərabərdir 2D plus Y kilojol. Bizdən verilmiş reaksiyada, məsələn, sonuncu bu mərhələdəki Z-i tapmağımızı istəyir. Bunu necə taparam? Bu iki reaksiyanı tərəf-tərəfə, necə deyərlər, toplayım. Bunları tərəf-tərəfə toplasam, olacaqdır 2A üstə gəlinsin. 2C-lər islah olunur. 2B alınır 2D üstə gələk X plus Y. Hər tərəf 2-yə bölündüyündən A plus B bərabərdir 2D. Bu da istilik effekti də olacaq X plus Y böl 2. Elə yekun reaksiya bu olduğuna görə Z də elə X plus Y-in cəminin yarısına bərabərdir. O da 0.5 X üstə Y 0.5 Y. Cavab 4-də Y variantı. Növbəti 5-ci sualımız. Belə bir reaksiya verib bizə. Bunu deyir, əks etdirən reaksiyanın tənliyini göstərin. Fikir verirsinizsə, mübadilə reaksiyasıdır. İki mürəkkəb maddə arasında getməlidir. Cavab 5-də A variantı. Sonra keçək. Mən burada bir ədəd sualda səhvlik eləmişəm hesablamada. 260 yox, 286 olmalıymış. Oradan üzr istəyirəm, yəni diqqətimdən qaçıb hesablamada. 6-cı sualda bizə qeyd edir ki, parçalanma reaksiyasının tənliyini göstərin. Parçalanma reaksiyasının tənliyi bir maddədən başlanğıc olur və ox qoyulur. Bu bizim parçalanma reaksiyamızdır, D variantı. Davam edək 7 nömrəli sualımızdan. Gördüyünüz kimi 7 nömrəli sual da bir neçə dəfə qəbul imtahanına düşüb 4-cü bloka. Buradan diqqətli olmaq lazımdır. Bizə nə verib? C2H4 mol miqdarı, bir də oksigen. Deyir, reaksiya üçün götürülmüş miqdarlar budur. Ayrılan istiliklər Q1, Q2, Q3-dür. Bunları müqayisə etməyimizi istəyir. Deməli, ilk öncə biz nə etməliyik? C2H4-ü yandırmaq lazımdır. Alıram karbon qazı və su. Əmsallaşdıraq buradan. Bunu əmsallaşdırsaq, deməli, burada 2 karbon var. Bura 1, 2 ataram. Bura 1, 2, 6. Oksigen qabağına düşür 3. Deməli, bu reaksiyada mən görürəm ki, bunlar 1-in 3 nisbətində reaksiya daxil olur. Başlanğıcda birinci hal üçün verib hər ikisindən 0.6, 0.6. Mən buradan görərəm ki, oksigen tamamilə sərf olur. Tənasib oksigenə görə quraram. 3 moldan oksigen reaksiya daxil olduqda X tutaq ki, kilojol istilik ayrılır. 0.6-da isə mənə verib Q1. Mən buradan Q1-i tapsam, Q1 bərabər olacaqdır nəyə? 3Q, daha doğrusu Q1-i tapmalıyam. Bu 3 ilə 0.6 ixtisar gedər. 2x qiymətini alaram. Sonra ikinci hal üçün hesablama aparım. Bu dəfə verib 0.2, 0.9. Nə edirəm? Bu hissələri yenə silirəm. Buradan kənardan yazım. Q1-in bərabər idi 2x. Sonra, indi mənə verdiyi miqdar nədir? Yeni miqdarım. 0.2, 0.9. 0.2, 0.9. Deməli, 0.2 bunun əmsalı 1-ə bölürəm, alıram 0.2. 0.3-ü 9-u 3-ə bölürəm, alıram 0.3. Bu dəfə görürəm ki, 0.3 böyükdür. Mən tənasibi 0.2-yə görə qurmalıyam. Yəni, C2H4-ün moluna görə. 1 molundan tutaq ki, X qədər alınırsa, 0.2-sindən də Q2 qədər alınır. Buradan Q2-ni tapsam, olacaqdır nə? 0.2 X-ə. Gətirirəm Q2-nin qiymətini. Bu Q1 idi. Q2-nin bu təbii ki 0.2 X idi. Bu da yenə 0.2 X-dir. Sonra keçirəm 3-cü hal üçün hesablamağa. Bu zamanda bizə verdiyi miqdarlar
0.6, 0.3'dür. Buna yazıram 0.6, buna yazıram 0.3. Bu zaman 0.6'yı 1'ə böldükdə 0.6, 0.3'ü 3'ə böldükdə 0.1 qiymətini alaram. Oksigenə görə hesablama aparacam. 3'ə deməli olacaqdır x kilojoule, 0.3'ə isə verib x Q3. Buradan Q3'ü tapsam, Q3 olacaqdır nəyə? 0.1 x-ə. Deməli Q3'üm də 0.1 x-dir. Mən buradan görürəm ki, Q1 bərabərdir Q2'yə. Böyükdürlər Q3'dən. Elə bir qiymət varmı? Q1 Q2'yə bərabərdir, böyükdür Q3'dən. 7'də olacaq A variantı. Sonra gələk 8 nömrəli sualımıza. Deyir, etanın yanma reaksiyasının termokimyəvi tənliyi verilib. Buradakı şəkildəki kimi. Lap yaxşı. Reaksiya nəticəsində deyir 156 kilojoule istilik ayrılmışsa, neçə litr oksigen sərf olunmuşdur? Mən reaksiyadan görürəm ki, 7 vurulsun 22,4 litr oksigen sərf olunduqda 3120 kilojoule istilik ayrılır. Neçə litr oksigen sərf olsa 156 kilojoule istilik ayrılar? Buradan x-i tapsaq, mən bunu əvvəlcədən hesabladığım üçün birbaşa cavabı yazacağım. Vaxt getməsin deyə 784 litr, yəni normal litrlərdən tamam fərqli bir şeydir. Cavab A variantı. Keçək 9-a. Bizə maddələr verib yenə. Bu reaksiya qəbulda gələr. Diqqətli olaq. Qəbulda gələr. Deyir NH4'dür. Bizə hər şey hazırdır. Bizdən isə nə istəyir? X-i. X nədir? Reaksiyanın istilik effekti. Reaksiyanın istilik effekti bərabərdir. Başlanğıc maddələrin əmələ gəlmə istiliyi, daha doğrusu məhsulun əmələ gəlmə istiliyi bunların nə qədər verilib? Suyunki 286'dır. 6'nı vuraram 286'ya. Üstünə gələrəm. NO-nun əmələ gəlmə istiliyi 90, -90. Onu 4'ə vurduqda bura minus olur. 4 vur 90. Çıxılsın. Amonyakın əmələ gəlməsi 280, amma 4'ə vurulmuş kimi olmalıdır. Buradan da hesabladıqda çıxmalıdır 236 kilojoule. Cavab B variantı. Sonra keçək növbəti sonuncu 10-cu sualımıza. Deyir, hansı reaksiyanın istilik effekti bəsit maddənin yanma istiliyinə bərabərdir? Yanma istiliyinə o zaman istilik effekti bərabər olar ki, yanan maddənin molu 1 olsun. Yanan maddə 2 moldur. Yanan maddə 2 moldur. Yanan maddə 1 moldur. O zaman yalnız 1, daha doğrusu yalnız 2 B variantı olacaq. Bu da bizim bugünkü sınağımızdan. Sınaq qruplarımıza, quiz qruplarımıza qatılmaq istəyir, daha çox sınaq istəyirsinizsə 051 447 02 51 nömrəsini WhatsApp ilə əlaqə saxlaya bilərsiniz.